İzzətli möminlər, dəyərli qardaşlarım, uca yaradana sonsuz həmd-sənalar olsun ki, aləmlərin Rəbbi olan Allah bizləri rızasına yaxınlaşdıracaq bir əməl olan cümə günü ibadətini öz evində icra etməyi bizlərə nəsib elədi. Yaşadığımız dönəm Allah Rasulü sallallahu aleyhi və səlləmin təbiri ilə desək, hər gün daha şərli olacaq, hər gün daha çətin olacaq. Bugünkü xütbəmizin mövzusu yaşadığımız dönəmdə Allah Azza və Cəllənin doğru istifadə edənlər üçün neymət, düzgün istifadə etməyənlər üçün isə onun əleyhinə olacaq bir məsələ barəsində danışmaq istəyirik ki, bu da yaşadığımız dönəmdə, yaşadığımız çağda internet, ağıllı telefonlar, kompüter, televizor və s. kimi neymətləri istifadə edərkən həddi aşmamaq və mənəviyyatı qorumaq olmalıdır. Bu məsələdə artıq insanlar Allah Rasulü sallallahu aleyhi və səlləmin təbirlə desək, utanmadıqdan sonra nə istəyirlər, etirlər. Baxın qardaşlarım, sosial mediaya baxırıq, bugün artıq bir insana yaxınlaşıb, öz həyat yoldaşının şəklini mənə göstər desək, bizə ağır bir cavab verər. Amma sosial şəbəkələrdə öz həyat yoldaşını, öz qızını və bütün yaxınlarını paylaşır. Həqiqətən də bunun adı iffətsizlikdir. Bu bir müsəlmana, bir Azərbaycan kimliyini daşıyana yaraşmaz. Ona görə ki, Allah Azza və Cəllə bizlərə iffəti qorumağı, iffətli olmağı, düzgün yaşamağı bizdən istəyir. Oxuduğum ayət-i cəlilədə uca Rəbbimiz özünüzü və əhlinizi cəhənnəm ateşindən qoruyun deyir. Bax, özünüzü və əhlinizi qoruyun deyir Allah. Belə olan halda insanlar həyatlarının hər sahəsini paylaşar olurlar. Hara gedirlər, nə yeyirlər, nə içirlər, nə geyinirlər. Bu örfə olaraq da bizə yaraşmaz. Baxın, təsəvvür eləyin. Bugün sənin əlin çatdığı şeylərə bəlkə başqaları həsrətlə baxır. Sən Allah göstərməsin, ya özünü göstərirsən, riyakarlıq edirsən və yaxud da sən həqiqət olmayan bir şeylərin arxasınca düşmüsən. Əslində, sosial şəbəkələrdə göstərilən xoşbəxt ailə modeli kimi təqdim olunan şeylərin əslində arxasında saxtakarlıq dayanır. Onlar çöldəki xoşbəxt, evdəki bədbəxtlərdir. Bugün daha vacib bir məsələ, övladlarımızı internet, sosial şəbəkələrə qarşı göstərəcəyi sərhədləri müəyyən etməliyik. Baxın, valideynlər telefonu, planşeti, kompüteri və digər internetə daxil olacaq vasitələri övladlarına verir. Bir atanın təkcə vəzifəsi övladını geyindirmək, yedirtmək, içirtmək. Təkcə bu deyil. Bəzi valideynlər özlərini sadəcə övladım yaxşı yeyinsin, yaxşı geyinsin, yaxşı içsin və yaxud da yaxşı yerlərdə oxusun, gözəl təhsil alsın. Bunlar əmənlə. Amma bununla yanaşı övladlarımıza nəzarət etməliyik. Bir müddətdən sonra övladlarımız artıq bizim nəzarətimizdən çıxıb
təqib etdiyi insanların kölələrinə çevrilir. Övladlarımıza baxaq, qardaşlarım. Övladlarımız soruşsaq burada 100%1 qardaşın övladı Aşire-i Mübəşşirədən 10 sahabənin adını çəkər. Amma sən ondan bir xarici futbol komandasının bütün üzvlərini bilir. Hətta ehtiyatda olan oyuncuları da bilir. Övladlarımıza verəcəyimiz dərs bundan ibarət deyil. Övladlarımıza düzgün, doğru tərbiyə verməliyik. Onları nəzarətsiz buraxmamalıyıq. Bir ana əgər başından edib telefonu övladının əlinə verir ki, qoy sakit dursun, mənim də başım dinc olsun. Əgər belə deyirsə, o valideyn övladına zülm etmiş olur, onu həqiqətən də öldürmüş olur. Onun mənəviyyatını körlamış olur. Çünki bir nəslin əhyası pislərin yox edilməsi də deyil. Yəni bir cəmiyyətdə 100 nəfər, 300 nəfər, 500 nəfər pis insan varsa, onu öldürməklə o pislik bitməyəcək. Bəs necə mübarizə aparmalıyıq? Yeni nəslin təlim tərbiyəsi ilə mümkündür bu. Yeni nəslə biz doğru düzgün, o fidanlara doğru düzgün təlim tərbiyə etsək, onları nəzarətsiz buraxmasaq, onları düzgün şəkildə Allahın rızasına uyğun olaraq elə bir vəziyyətdə onları böyütsək, Allahın izni ilə onlar müvəffəq olacaqlar. Qardaşlarım, mən Allaha təvəkkül etdim, övladımı bu şəkildə buraxıram demək yanlışdır. Biz əsr-i saadətdə yaşamırıq. Biz Allah Resulü sallallahu aleyhi və səlləm və onun yanında olmuş, onun dizinin dibində böyümüş sahabələrin zamanda yaşamırıq. Yəni, övladları çıxarkən bilir ki, həmin dönəmdə kim var idi? Həzrət Həsən vardı, Həzrət Hüseyin vardı, Abdullah ibn Ömər vardı, Abdullah bin Məsud vardı, Ənəs bin Malik vardı. Bunlar çıxanda bilir ki, övladları kimlərlə oynayacaq? Amma biz övladlarımızın kimlərlə oynayacağını belə bilmirik. Övladlarımızı nəzarətsiz qoysaq, başqalarının kölələrinə çevirər, Allah göstərməsin. Və üçüncü bir məsələ, sosial medyada təqvalı olmaq. İşin ən çətin və ən zor olan hissəsi buradır. Biz bəzən əlimizlə çeviririk, başa açıq birini görürük və yaxud da xoşa gəlməyəcək bir şeylər, müstəhcən bir şeylərlə rastlaşırıq. Artıq bir şey adiləşdi mi, göz onu davamlı gördüyü zaman artıq ona qarşı göstərəcəyi bir tavır yoxdur. Yəni artıq o günah sənin üçün adiləşir. Necə ki, İmam Şafi Rəhməhullah buyurur ki, günahın ən çətin olanı baş hissəsidir. O ki, qapını açdınsa, onun arxası gələcək. Paylaşarkən və yaxud da şərh yazarkən çox diqqətli olmalıyıq. Qeybət orada da qeybətdir. İftira orada da iftiradır. Necə ki, Allah Resulü sallallahu aleyhi və səlləm müsəlmanlığı necə tərif edir? Əl-muslimu mən səlliməl muslimunə min lisanihi və yedihi deyir. Müsəlman o kimsədir ki, əlindən və dilindən insanların əmin olduğu kimsədir. Əgər bir müsəlman din qardaşına qarşı xoşa gəlməz ifadələr işlədirsə, bu Allah göstərməsin, qul haqqına girmək olar. Təqvalı olmaq dedim. Çünki əlimizdə olan telefon, bəzən biz kənarda olarkən telefonla baş-başa qalırıq. Günahlarla baş-başa qalırıq. Və insanın həqiqi cövhəri o zaman ortaya çıxır. Çünki insanlar arasında insan özünə çəki düzən verə bilir. Azacıq biraz həyası olsa,
Heç insanlar məni görür. Bunu burada eləməyim. Ən azından belə bir təfəkkürü var. Amma telefonla baş-başa qaldığın zaman, o klavya ilə baş-başa qaldığın zaman sənin həqiqi müsəlmanlığın və Allah qorxun ortaya çıxır. Bir gün möminlərin əmiri Ömər ibn Xattab radiyallahu anh digər sahabə yoldaşı olan, Quranı yaxşı bilən sahabələrdən Ubey bin Ka'b radiyallahu anhdan soruşur ki, təqva nədir? Təqva nədir deyə soruşur. Ubey bin Ka'b deyir ki, sən heç tikanlı bir yoldan getdinmi? Yəni, bir təsəvvür edin, tikanlı bir yol düşünək. Tikanlı yolda neyniyərsən deyir. Biz tikanlı yoldan keçsə neyniyərik? Şalvarımızı, ayağını qatlayarıq ki, paltarımıza batmasın, diqqət göstərərik. Elə deyilmi? Deyir, bax, sənin o diqqət göstərməyin, o tikanlara qarşı göstərdiyin o diqqət nədir? Təqvandır. Onun üçün də Allah Azza və Cəllə bizlərə və ümmət-i Muhammedin evladını qorusun. Son olaraq, Hilyətül Əvliyada keçən bir hikmətli söz var, onu sizə nəql eləmək istəyirəm. Kim axirəti üçün əməl edərsə, Allah dünya işlərini ona kifayət edir. Kim Allahla arasını islah edərsə, Allah onun insanlarla arasını islah edər. Kim gizlində olan halını islah edərsə, Allah onun aşkar halını islah edər. Unutmayaq ki, Allahın quluna yardımı qulunun ixlası qədərdir.